Yox, buradan mən sizə lazım olan şeyləri deyim. Deməli, bax, lazım olanlar nədir? Dil ailəsindən əsas lazım olan vacib məqamlar bizim üçün nədir? Hind-Avropa, Çin-Tibetdir, Afro-Asiyadır. Bunlar ən geniş yayılmış xalqlar idi, dil ailəsi idi. Bunların içərisində qruplar var. Qruplara çox da dərinliyə enməyə ehtiyac yoxdur onsuz da. Əsas Slavyan qrupunda onsuz da bilirik ki, nədir? Şərqi Avropa ərazisi, yəni Rusiyanın müstəmləkəsində olmuş ərazilər idi ki, bunlar Slavyan qrupuna daxil olanlar idi əsasən. Amma bunların içərisində məsəl üçün Estoniya, Latviya, Litvanı çıxartdıq. Bu üçünü götürdük, çıxartdıq. Estoniyayı ayırdıq, tamamilə getdi, heç Hind-Avropanın içərisindən ümumiyyətlə çıxartdıq. Yəni belə deyək də, bunu gəlin biz. Deməli, Slavyan qrupu eləmi? Slavyanın içərisində əsasən deyəndə ağlımıza nə gəlir? Onsuz da rus gəlir. Biz tarixdən bunu oxuyub bilirik ki, Slavyanların yürüşü falan var Azərbaycana. Ruslar gəlir. Rus gəldisə, Rusun tərkibində olanlar, Rusun tərkibini, məsəl üçün tərkibini götürdük nəyə? Slavyana. Şərqi Avropa məsəl üçün Rusun orada bir çox ölkələr var ki, Rusun tərkibində olmuş ölkələr daxil. Bunları götürdük Slavyan qrupuna. Amma bunun içərisindən çıxartdıq nəyi? Estoniyanı, Latviyanı, bir də ki, Litvanı çıxartdıq. Bunların da içərisindən Estoniyanı tamamilə götürdük, çölə atdıq. Estoniya ümumiyyətlə Hind-Avropaya daxil deyil. Artıq bu nədir? Fin-Uqorun içərisində yerləşən xalqları deyəcək. Amma Latviya, Litva qalır harda? Hind-Avropanın içərisində Baltik qrupunda. Onsuz da Baltik dənizi var axı. Baltik dənizinin sahilində deyəcək. Buradan bunu. Slavyanların içərisindən Çexlər məsəl üçün xüsusən. Bax, Slovaklar hara aid olmalıdır? Slavyana. Sloveniya hara aid olmalıdır? Slavyana. Görürsən, ad uyğunluğu var da bunların içərisində. Amma Çexlər məsəl üçün bizi çarxdıra bilər ki, hə, Çexlər hara aiddir? Çex, Xorvatiya, Serblər. Bunlar yadda qalsın ki, Slavyan qrupunda yerləşirlər. Sonra gəldim German dil qrupuna. German dil qrupunda olanlar Alman. Bax, German dedim, ağlıma şey gəlir, Alman gəlir də. Germaniya, Almaniya uyğunlaşdırırıq bu şəkildə. Almaniyanın qonşuları, Norveç, İsveç, Böyük Britaniya falandır filandır. Bunu bildik. Bu heç bu asandır. Məsələn, İslandiya haradadır? Bunun içərisindədir. Bu Böyük Britaniyanın müstəmləkəsi olmuş ərazidə də biz German qrupunu görə bildikmi? Təbii ki də görə bildik. Məsəl üçün dedik ki, Avstraliya ərazisində German var. Sonra Yeni Zelandiya ərazisində German var. Çünki o onun müstəmləkəsi olub. Bəs burada başqa sual gəldi ki, bizə Car ərazisində German varmı deyə sual verirsə, bəli, var. Çünki Car da harda olmuşdu Cavid? Dedik ki, Böyük Britaniyanın müstəmləkəsində olmuş. Dünyada Ay sağ ol. Yəni Böyük Britaniya harda müstəmləkəsi varsa, demək ki, orada nədir biz? Bu German dil qrupunu görmə ehtimalımız mümkündür. Bax, demirəm ki, hamısında imenli German olmalıdır, ha, yox. Görmə ehtimalımız nədir? Mümkün olacaq bir haldır. Sonra Germanların içərisindən bizə qeyri-adi olanlardan. Bax, Şimal Amerika ərazisində məsəl üçün German görə bilərik. ABŞ və Kanada ərazisində German qrupunu görməyimiz mümkündür. Demək, öyrəndik ABŞ, Kanada, Car, Avstraliya, Yeni Zelandiya. Bunlar nədir? Burada German var. İndi bax bu adlara bir dənə fikir verin. ABŞ, Kanada, Car, Avstraliya, Yeni Zelandiya. Məsələn biz bunları nəticə götürdük yəni çox. Köçürmə kapitalizm ölkələrdə bunların adlarının bəzilərini deyirdik. Nə bilim və yaxud da ki xam malı var idi, inkişaf etmişdi, xam mal satırdı bu ölkələr. Gördükmü bax bu ölkələr hara aid oldu? German dil qrupuna oldular. Bunların içərisindən Avstriyalılar, məsəl üçün xüsusən yadımızda qalsın ki, Avstriyalılar hara aiddir? German dil qrupunda yaşayan xalqlardır. Gəldim Roman. Roman asaddır. Avropanın cənub hissəsində romanlar var. Avropanın cənub hissəsi Roman idi. Bu, yəni ki, İtaliya, İspaniya, Portuqaliya Romanda yerləşdilər. Buradan çıxan səyyahlar haranı kəşf etdi? Cənubi Amerika, yəni Latın Amerikası ərazisinə getdilər. Oranı kəşf etdilər. Oranı kəşf etdilər demək, oradan hansı dil qrupu olmalıdır əsasən? German dil qrupu nədir? Yaşamalı. Amma o demək deyil ki, Latın Amerikanın hamısı German qrupudur. Bunların öz Roman daxilində xırdalıqlar var. Roman qrupu əsaslı. German nə idi? Hə, Roman olmalı deyirlər də hamısı. Daxilində özlərində fərqli qruplarda olacaqdır. Az saylı xalqlar var. Sonra gəldik İran dil qrupuna. İran dil qrupu xoşbəxtçilikdir. İran dil qrupu xoşbəxtçilikdir. Deməli, burada baxırıq. İran dil qrupunda bax,
Dedik ki, yadda saxlamaq üçün nə dedik biz? Farslar, Kürdlər, Əfqanlar. Eləmi? Bunların hər üçündə biz nə görürdük? Hər üçündə terrorizm falan görürdük. Eləmi bunları? Bunları atdıq hara? İran dil qrupuna ki, İran dil qrupunda olsunlar. Bunları bildik, hə. Bunlar okey, getdi İran qrupuna. Qaldıq orada taciklərlə talışlar. Dedik ki, taciklər özünü türk dövləti kimi göstərirlər. Yəni bizə elə gəlir də həmişə ki, taciklər nədir? Türk dövləti. Amma türk dövləti deyillər. Hara daxildirlər bunlar? İran qrupuna daxildirlər. Yəni bizə oxşuyub, bizdən olmayan hara atırıq? İran qrupuna atırıq ki, getsin İran qrupuna. Bir dənə istisna hal talışdı yəni burada. Bir də ki, talışlar. Bizə yaxın olanlar, amma bizdən fərqli dil qrupunda olanlar hansılardır? Talışlardır. Yəni Azərbaycanda Hind-Avropa dil ailəsinin tərkibində olan xalqlar yaşayır desə, götürürsən. Bu olacaq. Çünki talışlar artıq Hind-Avropanın içərisində yerləşənlərdir. Sonra gəldik buradan nəyə? Ee, İran getdi. Hind-Ari qrupunda. Hind-Ari adı üstündə də Hindistanlılar, Pakistanlılar bu tərəflər nədir? Cənub-Qərbi Asiyanın bu ərazilərində bunu görə bilərik. Sonra gəlirəm buradan. Yunan erməni. Dedik ki, erməni bizə düşmandır, Yunan türkə düşmandır. Düşmanlarımızı heç ara əlavə etmədik. Atdıq başqa bir tərəfə. Gedin, özünüz bilərsiniz. Yəni bunları heç bir qrupa daxil etmədik. Amma dil ailəsinə daxil etdikmi? Etdik. Hansı dairəsinə? Hind-Avropa. Yəni erməni, Yunan heç bir qrupun daxilində deyillər. Yəni onlar öz qruplarındadılar. Erməni erməni qrupunda, Yunan Yunan qrupundadır. Amma dil ailəsi Hind-Avropa dil ailəsinin içərisində yerləşirlər. Sonra gəldik buradan. Afro-Asiya. Afro-Asiya ərəblər oldu. Ərəblər harda oldular? Afrikanın şimalı, cənub-qərbi Asiya regionu ərazisində oldular. Yəni mərkəzi Afrikada ərəb varmı desək, yəni istisna hal olaraq təbii ki də. Ərəblər geniş yayılmış isə təbii ki də bunu biz deyəsirik. Çünki o nədir? Niger, Kordofan dairəsinin içərisində olan xalqlar idi. Amma Şimali Afrikada, yəni Əlcəzair, Mərakeş, nə bilim Liviya, Misir ərazilərində, xüsusən Efiopiya, Cibuti, nə bilim Eritreya ərazisində, Sudan ərazisində, Mali ərazisində falan nə görürük əsasən biz? Ərəbləri görürük. Bunlar ərəblərdir. Cənub-Qərbi Asiya regionunda gəlirik nədir? Ərəblərdir. Məsələn, İordaniya, İsrail, nə bilim Birləşmiş Ərəb Əmirlikləri, Oman, Yəmən, Qətər və s. bunlar gəldik. Burada İsrail xüsusən vurğuladıq ki, İsrail yəhudiləri haradır? Bax, İsrail müsəlman deyil, amma ərəblərin içərisindədir, dil ailəsindədir deyəcəksən. Sonra gəldi əsas lazım olanlar. Altaylar. Bax, Altayın qruplarını bilin ha. Türk, Monqol, Mancur qrupları. Türk, Monqol, Mancur qrupları. Altay. Və bunların sən tarixinə baxsan belə, mədəniyyətlərinə belə baxanda görürsən ki, istər-istəməz o türklərin mədəniyyəti bunlarda özünü harasa göstərəcəkdir. Deməli, Türk qrupunda olanlardan bilirik də türklər Azərbaycan, Türk, Türkmən, Özbək, Qazax, Qırğız bunlar aiddir bula. Bir dənə burada Monqol qrupunda Monqollar məsəl üçün yerləşir. Mancur qrupunda bu Mancurlar yerləşir ki, Mancurlar və Eveniklər yerləşir ki, bunlar Mancur Evenik Sibir ərazisindədir. Yakutsk tərəfdə olanlardır. Bu ərazidə yerləşənlərdir. Amma Yakutların özləri Türk qrupuna daxildir ha. Yəni Mancurlar sadəcə olaraq Eveneklər o tərəfdə yerləşənlərdir, yadımızda qalsın deyə tərəf olaraq deyirəm, istiqamət olaraq. Çin-Tibet. Çin-Tibetdə dedik ki, bunlar Çin-Tibet dünyaya açıq deyil də. Yəni onsuz da biz Çinlər nədir? Sosialist kimi tanıyırıq da. Bunlar dünyaya açıq deyildilər. Ona görə də bunların daxilində elə özləridir. Şükür bunlar gedib hansısa qrupa qoşulmadılar. Öz daxillərində qaldılar ki, öz daxilində biz burada nə görə bilərik? Çinliləri görə bilərik. Adı üstündə Çin, Tibet. Tibetliləri də görə bilərik. Amma bizə maraqlı gələn nədir burada? Myanmalılar və Butanlılar. Myanma, Butan, Çin, Tibetli. Belə sual verir də bir dənə olur ki, Cənub-Şərqi Asiyada yaşayan xalqlar nə verir? Deyir ki, bir dənə götürür Cənub-Qərbi Asiyanı verir. İkisinin müqayisəsini verirsən. Və bu iki dənə müqayisədə sənə deyir ki, hər ikisinin xalqı məsəl üçün Hind-Avropa dairəsinə aiddirlər. Bax artıq burada səhv var. Başa Cənub-Qərbi Asiya Hind-Avropaya aiddir, amma Cənub-Şərqi Asiyada artıq müxtəliflik nədir görməyimiz mümkündür deyəcək. Sonra gəldik buradan beləsinə. Yaxşı, siz cavab verin görün mənə. Ural dil ailəsində kimləri görürdük? Mən Mən Ural diraylı. Estonları. Fil, Macarlar görürük. Eston, Ha, bir Macar. də
Ay, sual. Məsələn, Bəli. demin testində bir dənə sual var idi. Mövlud kamerası zəhmət olmasa. E, Belə bir sual vardı. Xəritə sual vermişdilər. Nə bilim, 1 və 4-ün 2 və 3-dən fərqli xüsusiyyəti. Orada Avstriya, Macarıstan, nə bilim, biri də Niderland səhv etmirəmsə, bir də ki Finlandiyanı vermişdilər. Bu o tipdən sual məsəl üçün qəbula gələ bilər. O sualın özü də qəbula gələ biləcək sual tipindədir. Qəşəng sual idi o. Aha, ola nə oldu o deməli. Finlər, Estonlar 3 dənə alt-alta. Fin, Eston, Macar. Bunlar Avropaya aid deyillər. Avropanın içərisində Fin Uqor qrupunda olan xalqlardır bunlar. Xalqlar nə idi? Xalqlar idi. Sonra gəldik. Avstroneziya. Bax bu maraqlıdır. Avstroneziya. Var Avstraliya, var Avstroneziya. Avstraliyalılar aborigenlərdir də. Aborigenlər. Harda yerləşirlər? Avstraliyanın özündə. Avustralya'da. Avstroneziya dediyimiz ərazi hardadır? Bax, Malaylar, Malaqasilər, Malaneziyalılar, Polineziyalılar, Mikroneziyalılar. Yəni ki, bu ərazinin gəlin xəritənin üzərisində mən sizə deyim ki, tam aydın olsun ki, bu Avstroneziya ərazisi dediyimiz ərazi haradır? Biz heç vaxt əvvəllər düzdür öyrənirdik, indi öyrənmirik bunları. Çox sağ olsunlar ki, bunu paylaşmıyor. Yani. Okeaniya ərazisində Mikroneziya, Polineziya, Maleziya ərazisi var ki, bu ərazilər adi. Bir də ki, Cənub-Şərqi Asiya, İndoneziya ərazisindədir. Biz görə bilərik ki, həmin bu Avstroneziya xalqları buradadır. Sonra Afrikadan demədik nəyə yaddan çıxdı? Şeylər vardı Afrikada. Nədir onun adı? Khoisan, Buşmenlər, Angol Hottentotlar, tarafları. Anqola tərəflərdə yaşayan xalqlardır. Bu məsəl üçün burada yadımızda qalsın. Papualar hardaydı? Papuaslar. Papua Papua Yeni yani. Gvinea. Aynen. Olsa bunun da adı üstündədir bax. Yeni Qvineya adasında iki ölkə yerləşir. Həm İndoneziya yerləşir, həm də ki Papua Yeni Qvineya yerləşir. Papua Yeni Qvineya harda oldu? Yeni Qvineya ərazisində oldu, amma Yeni Qvineya ərazisində İndoneziyanın da nə ediblər uşaqlar? Elə Papuasların içərisində dil qrupunda veriblər. Ha, bax ona diqqətli olaq ki, İndoneziyanın içərisində yəni Papuaslar da var. Sırf onlar Avstroneziyaya aid deyillər. Yaponlar getdik. Bunları Yaponlar da yəni heç birinə aid etmədik. Yaponlar da öz Yapon qrupundadılar. Heç bir Yaponlar ümumiyyətlə heç bir dairəsinə də daxil deyillər ha. Elə özləridirlər ancaq. Öz dairəsi, öz dil qrupudular. Sonra Cavid səsi bağa səndən exo verir deyəsən. Başqa gəldik burada. Avstrasiya bunlar lazım deyil bizə. Bunlar da ehtiyac yoxdur. Eskimoslar hardadır uşaqlar? Bütün etraflar zaten. Kanada'nın Alert şimalında. adalar tərəflərində. Kanada'nın şimalında. Kanada'nın şimalında Eskimoslar. Onların evləri də var. Nədir onun adı? Igula idi, nədir? Buzdan evlər tikirlər. Yəni, bax, Eskimoslar Alert ərazisində falan ABŞ-ın Kanada'nın şimal hissəsində görə bilərik biz bunları. Sonra Mayalılar var. Mayalılar Şimal Amerikada yerləşir. Bu dağlıq ərazi yox. Şərq hissəsinə düşür Mayalılar. Sonra Mərkəzi Amerika Azteklər. Azteklər uşaqlar Mərkəzi Amerika ərazisində də var. Ant dağlarında da Azteklər səhv etmirəmsə olmalıdır. Burada verməyiblər bunu. Zənnimcə bu gün biz dil ailəsini demək olar ki, darmadağın elədik. Eləmi?